Oho, çaydakı pürrəngidir ha. Dostlar, yığışın ekran başına. Bugün sizə kimdən danışacağım? Təbii ki, bizim o rəhmətlik Molla Nəsrəddindən. Amma bu dəfəki əhvalat başqadır. İndiki zəmanəyə də yaman oxşuyur. O vaxtlar valyuta başqa idi. Yumurta, yağ, qatıq və ən bahalı valyuta nə idi bilirsiniz? Cücəli toyuq. Ayda, onun yeri başqa idi. Deməli, qaydaq qədim zəmanələrə. Şəhərin o biri mollaları var ha. Bax, onlar Molla Nəsrəddini görən gözləri yox idi. Niyə? Çünki molla hazır cavab idi, xalq onu sevirdi. Bunlar da paxıllıqdan partlayırdılar. Vay molla belə dedi, vay molla niyə eşşəyə tərs mindi? Boşbekar adamlar idi də. Bir gün bu mollalar yığışır bir çayxanaya. Biri deyir, "A kişi, bu Nəsrəddin bizi biyabur edib." Bütün cəmaat ona gülür, biz qaldıq qıraqda. O biri deyir, gəlin gedək hakimə şikayət edək. Deyək ki, molla şəriəti pozur, cəmaatı yoldan çıxarır. Bunlar planı qurdular. Əla fikirdir deyib düşdülər yola. Xəbər gəlib çatır Molla Nəsrəddinə. Molla evdə oturub plov yeyir. Xəbəri eşidən kimi qaşığı qoyur yerə. Aha, deməli belə, şəhər mollaları birləşib üstümə gəlir, özü də hakimə şikayətə. Molla bilir ki, hakim, yumşaq desək, əl-əyri adamdır. Quru sözlə iş aşmaz. Molla durur ayağa, gedir həyətə. Həyətdə də bir dənə qəşəng, kök, pipiyi qıpqırmızı bir toyuq var. Yanında da 10-15 dənə sarı, pıppılı cücə, civ. Molla baxır toyuğa deyir, "Bacı, bağışla ha, səni gərək qurban verəm. Mənim başım getməyindən,sə sənin getməyin yaxşıdır." Molla toyuğu tutur, cücələri yığır səbətə, üstünü örtür. Gedir düz şəhərin ən bək gedən vəkilinin yanına. Bu vəkil də elə bir adamdır ki, ilanla dil tabarı, ilanı yuvasından çıxardar. Qapını döyür, qapını açır. "O, Molla əmi, xoş gəlmisən, səfa gətirmisən. Nə əcəb, hansı külə yatdı?" Xoş gəlmisən, səfa gətirmisən. Nə əcəb, hansı külə yatdı? Molla səbəti qoyur stolun üstünə. Deyir, "Vəkil ağa, başım dərddədir. O biri mollalar məni hakimə şikayət eləyiblər. İstəyirlər məni sürgün elətdirsinlər." Vəkil qaşqabağını tökür. "Ay, çətin məsələdir molla. Çətin məsələdir molla. Hakim çox sərt adamdır. Hakim çox sərt adamdır. Qanun var, qayda var, işin çətindir." İşin çətindir. Bu vaxt molla səbətin örtüyünü bir balaca qaldırır. Səslər, cücür. Vəkilin gözü düşür o sarı cücələrə, o yağlı toyuğa. Gözləri parıldayır, dərhal səs tonu dəyişir. Amma molla, qanun həm də ədalət deməkdir. Sən narahat olma, o mollalar kimdir ki? Mən səni elə müdafiə eləyəcəm ki, hakim özü sənə afərin deyəcək. Sən get evə, arxayın yat. Sən get evə, arxayın yat. Ertəsi gün məhkəmə zalı. İynə atsan yerə düşməz. Bütün şəhər yığılıb. Mollalar bir tərəfdə dayanıb fısıldaşırlar. Molla Nəsrəddin bir tərəfdə dayanıb, sakit. Vəkil də ortada var gəl eləyir, sinəsini qabardıb. Gəlir hakim. Ayağa qalxın, hakim gəlir. Hakim oturur yerində, gürzü vurur stola. Şikayətçilər, danışın görək, dərdiniz nədir? Şikayətçi mollalar başlayır. Hakim sağ olsun, bu molla bizi dolayır, dindən çıxıb, eşşəklə danışır, cəmaatı işdən ayırır. Hakim qulaq asır, saqqalını sığallayır. Sonra üzün tutur vəkilə.
Müdafiə tərəfi, sənin sözün nədir? Vəkil çıxır ortaya. Elə bir nitq söyləyir ki, gəl görəsən. Möhtərəm hakim, bu yazıq, bu nurani qocaya böhtan atırlar. Molla Nəsrəddin bu şəhərin bərəkətidir, o biriləri paxıllıq edir. Onun hər sözü hikmətdir, onun günahı yoxdur, günah onu anlamayanlardadır. Vəkil danışdıqca şikayətçi mollalar mat qalır. Hakim də başın yelləyir, xoşuna gəlir. Axırda hakim deyir, vəkil çox gözəl danışdı. Mən inandım ki, molla haqlıdır. O biri mollalar cəzalanmalıdır. Amma hakim yenə də rəsmiyyət xatirinə üzün tutur Molla Nəsrəddinə. Ay molla, düzdür, vəkil səni təmizə çıxardı. Amma sənin öz sözün nədir? Öz günahsızlığını sübut etmək üçün əlində bir dəlil, bir sübut varmı? Zal susur. Hamı Molla Nəsrəddinə baxır. Molla yamaçca vəkilə baxır. Vəkil kənarda durub, üzündə razı təbəssüm, bığını sığallayır. Molla bir hakimə baxır, bir vəkilə gülümsəyir, irəli çıxır və o tarixi sözü deyir. Hakim sağ olsun, mənim danışmağıma, özümü yormağıma heç ehtiyac yoxdur. Mənim günahsız olduğumu, onsuz da bayaqdan məni bülbül kimi tərifləyən o cücəli toyuq sizə sübut elədi. Vay səni molla, yəni deyir ki, ay hakim, sən elə bilirsən o vəkil mənim qara qaşıma, qara gözümə aşiq olub belə danışır. Cücəli toyuğun gücüdür o, cücəli toyuğun. Bax belə əziz dostlar, o vaxtda belə idi, indi də. Sağ olun, salamat qalın, çayınızı için, soyumasın. Canım yandı.